Yəni ilkin olaraq qanad budur. Yəni biz bunun üzərində işləyəcəyik. Material bu olarmı, olmazmı əmin deyiləm, amma forması budur. Yəni bu gördüyünüz alüminium profillərdən istifadə edərək bunun mərkəzinə dayaq verəcəyik və bunun qanadının iki hissəyə böldükdən sonra 2 ədəd hər tərəfə sağ və sol qanad olmaq üzrə 2 servo əlavə edib flap və aileronları idarə edəcəyik. Əsas məqsədimiz burada bunu eləməkdir, amma bu qanad biraz materialına görə ağır olub, çünki yeni bir şey yoxlayırdım. Silikonla, Dysonla üz hissəsini tutmağı yoxlayırdım, amma artıq fikrimi dəyişmişəm və başqa bir materiala keçməyi düşünürəm. Hal-hazırda onu göstərəcəm sizə. Gördüyünüz bu maskalama skoçu həm üzərində işləmək rahatdır, həm möhkəmdir, həm də yapışqanı inanılmaz yaxşıdır. Ona görə bununla, bu bant və Dyson eləməyə çalışdığımızı bu materialla eləməyi yoxlayacağıq. Bunu edək, sonra depron taparıqsa onun üzərində bununla yoxlayarıq. Hələ ki bundan davam edirik. Onunla başlayaq və ilk işimiz olsun ki, qanadın bu hissəsindən boydan boya 50%lik kəsiklə aileron və flapları kəsik hazırlayaq. Mən kəsim.